Salam uşaqlar. Mən bugün sizə xətti tənliklər haqqında olan çalışmalardan işləyəcəyəm. Deməli, bir nömrəli gəl çalışmaya baxaq. Bir nömrəli çalışmada nə deyir? 2 çıxılsın 3x vurulsun 2 üstə gəl 3x plus x vurulsun 9x çıxılsın 2 o da bərabərdir 10'a. Deyir bu tənliyi həll edin. Gəlin həll edək uşaqlar. Əvvəla bu iki ədlini bu iki ədliyə vurmaq lazımdır. Baxıb görürəm ki, müxtəsər vurma düsturudur bu. A çıx B, A üstə gəl B. A kvadrat çıxılsın B kvadratdır. Yəni 2'nin kvadratı çıxılsın 3x'in kvadratıdır bu. Bu da üstə gəl. Bir hədlini də iki ədliyə, yəni çox ədliyə vurmaq üçün hər bir həddinə vurulmalıdır. Aydındır mı? Bu belə bir formada vurulmalıdır. Olacaq üstə gəl 9x'in kvadratı çıxılsın 2x. O da bərabərdir 10'a. Ne verir mənə? 4 çıxılsın 9x'in kvadratı üstə gəl 9x'in kvadratı çıxılsın 2x bərabərdir neçə? 10. Və buradan deməli bu 9x kvadratlar islah olunur. İxtisar yox. İxtisar deyil uşaq. İslah olunur. İxtisar bölmədədir. Bu da mənfi 2x o da bərabərdir 10. 4'ü sağ tərəfə keçirdəndə çıxılacaq. Bu da mənfi 2x bərabərdir 6'ya. X də bərabərdir. Hər tərəfini mənfi 2'də 1'ə vururam. Ya 6'nı mənfi 2'yə bölürəm. Mənfi 2'də 1'ə vururam. Yaxşı, belə yaz. Burada x almaq üçün bunlar gedəcək. O da bərabərdir mənfi 3 eləyəcək. İstəyirsiniz x bərabərdir 6 böl mənfi 2. Nə cür istəyirsiniz, hansı cür istəyirsiniz deyirik də o qaydadan istifadə edin. Cavab oldu mənfi 3. B variantıdır orada. Bu qayda. Yəni düsturları, müxtəsər vurma düsturlarını uşaqlar yadınızdan çıxartın. İkinci də eyni tip çalışmadır. Üçüncüyə baxaq. Üçüncüdə nedir? Tənliyi yazın. 3y üstə gəl 5'in kvadratı çıxılsın 3y çıxılsın 5'in kvadratı o da bərabərdir 60. Uşaqlar, burada müxtəsər iki ifadənin cəminin bir də fərqinin kvadratları var burada. Ayrı-ayrı aça bilərik bunları. Bir də var kvadratları fərqidir. Bu düstur da var burada. A kvadrat çıx B kvadrat bərabərdir. A çıxılsın B. Bir də A üstə gəl B. Bunu tətbiq eləyək, görək orada. Görüm necə ola bilər. Yazaq. Bu düsturu tətbiq edirəm. Bunlara yoxsa elə belə də aça bilərdik. Çalışma gələr, bunları da açıb həll edərik. Seçərsiniz hansını istəyirsiniz, asanlıqsa onu yazarsınız. Bax, bu olacaq. A çıx B-ni yazıram. Bu çıxılsın bu ifadə. Bax, yazıram. 3y üstə gəl 5. Çıxılsın bu ifadə olanda, bax, bu 3x mənfi olur. Diqqətlə fikir görün. Bax, bu mənfi bunu müsbət edir. Üstə gəl 5. Bu çıxmasa da. İndi bax, üstə gəlini yazıram. 3y üstə gəl 5 A'nın yerinə. 3y üstə gəl 5. Bir də üstə gəl olacaq. Düzdürmü? Bu ifadən özü 3x çıxılsın 5. O da bərabərdir 60. Şimdi burada uşaqlar deməli 3y hər ikisində y-dir. Mən dəyişənləri eynidir. Y. Şimdi bax fikir verin 3y-lər buradan gedir. 5 ilə 5'i toplayıram 10 edir. Açıram mötərizə. Burada mötərizəyə ehtiyac da olmayacaq. Burada 5'lər gedəcək. 3y ilə 3y 6y. Vurulsun 6y. O da bərabərdir nəyə? 60'a. Deməli bu 60 elir. 60 ilə 60 gedir. Y bərabərdir nəyə? 1'ə. Cavab oldu 1. Hansı variantdır orada? A variantı. Aydın oldu. Bu düsturun tətbiqindən yazdım. Şimdi uşaqlar dördüncüdə isə deməli həmin çalışmada eyni qayda ilə özünüz işləyərsiniz. Beşinciyə baxaq. A parametrin hansı qiymətində əvvəl yazın bərabərliyi A üstə gəl x çıxılsın
4, o da beraberdir A vurulsun 15x çıxılsın 7. Tənliyinin sonsuz sayda həlli var. A parametr hansı qiymətində? Bu tənliyinin sonsuz sayda həlli var. Baxaq görək. Uşaqlar ümumiyyətlə bax 0 vurulsun. Bax bu bərabərlik var. 0 vurulsun x bərabərdir 0. Burada x'in sonsuz sayda həlli var da. Düzdürmü? X'e nə yazırsa 0 eləyir də 0'a da bərabərdir. İndi bir gəl buna baxaq. Vuraq açaq. Keçirdək bir tərəfə dəyişənləri, parametrləri bir tərəfə, sonra fikir yürüdək. Dərhal fikir yürütmək olmur. Bu eləyir 15ax. Bu da eləyir çıxılsın 7a. Düzdürmü? Deməli 5x minus 15ax o da bərabərdir. Deməli 4'ü bu tərəfə keçirdirəm. 5a'nı keçirdirəm bu tərəfə. Mənfi 5a. Bir də 4'ü bu tərəfə keçirdəndə çıxılsın 3 eləyirdi. Eləmi? Belə bir yazılış edir. İndi burada. Baxaq, deməli çalışmanı 5a üstə gəl x minus 4, a vurulsun 15x-ə. Burada a'nın 7'ye də vurulmalıdır. Deməli, burada 5a'nı bu tərəfə keçirdəndə eləyir 12a. Mənfi 12a. Bir də 4'ü də keçirdirəm bu tərəfə. İndi burada uşaqlar fikir verin. Mən x'i mötərizə xaricinə çıxardıram. 5x'i çıxardıram. Burada qalır 1 çıxılsın 3a. Belə bir yazılış olur. Bir də ki, deməli bərabərdir. Buradan mənfi 4'ü də burada işarələrdə 7a deməli 4 üstə gəl olur. Burada çıxardıram. Elə bil ki 4'ü. Onda bu bir müsbətdir. Gəl bunu belə yazaq. 1 çıxılsın 3a. Belə yazdım bunu. İndi fikir verin uşaqlar. Deyir a'nın hansı qiymətində sonsuz sayda həlli var da. Bax burada uşaqlar. Bu əgər 0 olsa, bax bayaqki yazdığım bərabərlikdir. 0 olsa onda x nə olur olsun 0 olacaqdır. Bu da sağ tərəfi də 0'dır. Ona görə də 1 çıxılsın 3a'nı 0'a bərabər eləmək lazımdır. Buradan da 3a bərabərdir 1'ə, a da bərabərdir 3'də 1'ə. Deməli, cavab oldu orada a'nın 3'dən 1'ində bu verilən tənliyin sonsuz sayda həlli var. Hansı variant var orada? Y variantı. Yazdım Y variantı. Sonra bu 5'incidir. 6'ncıya baxaq görək. 6'ncıda x belə bir tənlik verib. X çıxılsın x. Çıxılsın yenə x, çıxılsın v ilə axır. Mötərizədə x çıxılsın x üstə gəl 8. Sonra burada nöqtələr qoyub mötərizə də açıb. Deyir bunların sayı neçə dənədir? 200 dənə. 200 deyir də elədir mi? 200 dənə sayı var bu tənlik əldə edəcək. Uşaqlar, bu belə uzunçuluğa baxmayın, bu çox sadə bir çalışmadır. İndi fikir verin, mən sizə deyəcəyəm. Baxın, x yazıram çıxılsın. X. Bir dənə də çıxılsın. Yazıram, x üstə gəl 8'i. X üstə gəl 8'i. Bu mötərizəni bağlayıram, bunu da bağlayıram. Düzdürmü? Burada neçə dənə mötərizə oldu? 2 dənə. Deməli, cüt saydadır da bu 200'də, düzdürmü? 2 dənə cüt sayda oldu da. Əgər 200 üçün doğru olan 2 dənə üçün də doğru olacaq da. O da bərabərdir. Tənliyimizin sağ tərəfi 1'ə bərabərdir. Sağ tərəfi 1'ə bərabərdir. Və bərabərdir 1 yazdım. İndi burada uşaqlar 2 dənə gəl yazaq bu tənlik əlilliyi. Bu mənfi bunu mənfi eləyir. Düzdürmü? Bunu müsbət eləyir. Üstə gəl. X üstə gəl 8. Bərabərdir 1'ə. Bunlar getdi. X nəyə bərabərdir? 1 çıxılsın 8'ə. Mənfi 7. Və cavabı budur. Əgər desəydi 197 dənə tək sayda saxlayacaqdik. Aydın oldu. Bu 200'dir. Desəm 1000 dənə yenə də belə yazacaq. Bax fikir verin uşaqlar. Çətinliyi bir şey yoxdur. Bunlar sizi qorxuzmasın. Bunlar müəyyən uyğunluqları var da. Onlarla yazırsan, həll edirsən deyir. Sonra cavab burada hansı oldu? Mənfi 7 oldu da elədir mi? D variantı. 6'da D variantı. Sonra 7 də eyni qayda ilə onu işte söz Allah qoysa lap yaxşı biləcəksiniz.
başa düşəcəksiniz. 8 nömrəli çalışmada nədir? Yenə də parametrləndir. 2 vurulsun 5a x çıxılsın 4 mötərizə bağlıdır. Bərabərdir 5 vurulsun mənfi x üstəgəl a, bir də üstəgəl a çıxılsın 5. Deyir tənliyinin sonsuz sayda həlli var. Eyni ilə 5 nömrəli çalışmada yazıram. Vurub açırıq 10ax çıxılsın 8 bərabərdir. Mənfi 5x üstəgəl 5a, sonra üstəgəl a çıxılsın 5. Baxaq, x-ləri bir tərəfə keçirdirəm. 10ax üstəgəl 5x, o da bərabərdir. Bu 6a eləyir, düzdürmü uşaqlar? Mənfi 8 özə keçirdəndə üstəgəl 3 elədi. Belə bir bərabərlik aldıq. İndi burada gəl belə eləyək. 5a-nı, 5-i çıxardaq mötərizə xaric. 5x-i daha doğrusu. Dəyişəni çıxardaq da. Qalacaq burada 2a üstəgəl 1. O da bərabərdir. Buradan da 3-ü çıxardaq. 2a üstəgəl 1. Gördünüz mü uşaqlar? Bax burada 2a üstəgəl 1, burada da. Əgər bunlar 0 olsa, 5x vurulsun 0 bərabərdir 3 vurulsun 0. Yəni x bərabərdir 0 olur. Nə yazırsa yaz, burada x-in yerinə 0 0-a bərabərdir. Ona görə də cavabda 2a üstəgəl 1-i 0-a bərabər götürürük. A da buradan bərabərdir. 1-i bu tərəfə keçirdəndə mənfi eləyir. 2-yə böləndə 2-də 1 mənfisi. Mənfi 2-də 1. Cavabda mənfi 2-də 1. Bu da D variantıdır. Belə yazmaq lazım uşaqlar. Sonra baxırıq, neçə 8 nömrəli idi, 9 nömrəli. Burada tənliyin həlli yoxdur, deyir. Sonsuz həlli desəydi, saxlayacaqdı. Tənliyin həlli yoxdur, deyir. Bu da oldu 9-cu. 9-cu çalışmaya baxıram. Deməli, 3 vurulsun. Görək, bunu necə yazarıq? 4ax çıxılsın 3. Çıxılsın 7a, o da bərabərdir. Mənfi 3 vurulsun x üstəgəl 3, bir də çıxılsın 8. Həlli yoxdur deyir. A-nın hansı qiymətində? Bunun 4ax çıxılsın 3 çıxılsın 7a, mənfi 3 vurulsun x üstəgəl 3. Bəli. Baxaq, vuraq açaq bunları. Yenə də bayaqki kimi eləcək 12ax, sonra 3-ü buna vuranda çıxılsın 9. Çıxılsın 7a bərabərdir. Mənfi 3-ü vururum x-ə, mənfi 3x. Mənfi 3-ü 3-ə vuranda çıxılsın 9, o da çıxılsın 8. X-ləri bir tərəfə keçirdirəm. Yəni 12ax eyni ilə bayaqki qayda ilə 3x, amma axıra müəyyən fikir yürütmək lazımdır. 9-dan 8 çıxanda mənfi 17 edir. Niyə ki? Bu 9-lar gedir dələdə. 7a-nı keçirdim. O tərəfə çıxılsın 8. Düzdürmü? Belə bir deməli bərabərlik aldım. Buradan da uşaqlar 3x-i çıxardaq mötərizə xaricinə 4a üstəgəl 1. O da bərabərdir. 7a çıxılsın 8. Belə bir bərabərlik almışam. Baxaq. İndi burada bu tərəf sağla solda bərabərlik yoxdur. Burada 4a üstəgəl 1-dir. Parametrdən asılı ifadələr. Burada isə 7a çıx 8-dir. Bunlarda sonsuz sayda həll ola bilməz. Deməli, gəlin, mən 4a üstəgəl 1-i 0 götürürəm. Nə üçün 0 götürdüm? Bu 0 olanda x-ə nə yazıram? 0 olacaq. Amma a-nın bu 0-ında a nə vaxt burada 0 olur? Deməli, 4a bərabərdir mənfi 1. A da bərabərdir mənfi 4-də 1 olanda 0 olur. Amma 4-də 1 olanda bu 0-dan fərqli olur. Düzdürmü? Amma bu 0 olur. X-ə nə yazıram? 0 verir. Amma bu tərəfdəki 0-dan fərqli ədəddir. Deməli, mənfi 4-də 1-də uşaqlar bu tənliyin həlli yoxdur. Həll yoxdur. Orada da cavabda A variantıdır. Və bu qayda ilə yazılır. 10-cu çalışmaya baxaq, görün. 10-cu çalışmada. Deyir, x çıxılsın 0,9 üstəgəl
kökdə 3. Burada da şərt deyil. Tənliyi yazım. 4 çıxılsın kökdə 12. Mötərizəni bağlayıram. O da bərabərdir. 4 üstə gəl kökdə 12. Burada uşaqlar, bunlarda fikir verin. Bölümü olsaydı vurma ilə rahatçılıq olacaqdı. 16 çıx 12 edir. Burada cavab eləyəcəkdi neçə? 4. Aydın oldu. Bu bərabər olacaq 4'e. Amma burada hər ikisi çıxmadı. Gəlin mən bunu ayrıca bax götür. Bu da kökün daxilindədir. Bax bu da kökün daxilindədir. İkisi də kökün daxilindədir. Elədirmi? Hər ikisi kökün daxilində. Mən bunlardan hər hansı birini götürüm. Bax 4 üstə gəl kök altında 12'ni. Bax belə yazmaq istəyirəm. Fikir verin. Bu 4'ü parçalayıram. Yazıram 3 üstə gəl. 12'den kök çıxır da 4 kök çıxır deyəndə ki vuruq çıxır da 4 vuru 3'dir. 4'ten 2 çıxır kökdə 3. Elədirmi? Bu da üstə gəl 1. Bax belə olur kökün daxilində. Bax fikir verin uşaqlar. 3 üstə 1 gələni çelir 4. Bu da bunun əvəzinə yazmışam da. 12'den də yazmışam 4 vur 3 kimi. 4'ten də kök 2 çıxır 2 kökdə 3. Yəni bərabərliyim doğrudur da. O da bərabərdir. Bu da elə bil ki kök al kökdə 3 üstə gəl 1'in kvadratı deməkdir. Bərabər. Bax fikir verin uşaqlar. Kökdə 3'ün kvadratı. Bax kökdə 3'ün kvadratı nə verirsən? 3. Üstə gəl birinci ilə ikincinin vurmalısın ikincisi. Bu da bu da. Bir də üstə gəl ikincinin kvadratı. Buradan kökdən isə alınır kökdə 3. Kökdə 3. Üstə gəl 1. Aydınmı? Kvadratlar gedir də kökdən kvadratlar gedir. Burada da 2 var da. Bunlar gedirlər. Qalır bir dənə bu. Aydın oldu. Deməli üstə gəli buna bərabər. Gəlin çıxmasına bax. Çıxmasında uşaqlar. Çıxması olacaq. Bax kökdə 3 çıxılsın 1. Burada çıxmada axı. Götürüb çaşıb 1 çıxılsın kökdə 3 yazmıyorsunuz. 1 çıxılsın kökdə 3 mənfidir. Kökdən mənfi çıxa bilməz. Bax cüt dərəcədən kökdən mənfi çıxa bilməz. Bunu xüsusi qeyd edirəm sizin üçün. Aydın oldu. Deməli burada isə bu müsbətdir. Kökdə 3 1 tam neçədir? 1,7 çıxanda müsbət edir. Ona görə kökdə 3 çıx 1'dir. 1 çıx kökdə 3 deyil bu. İndi gəlin tənlikdə bax yazıram belə. X çıxılsın 0,9 üstə gəl kökdə 3. Bərabərdir. Nə bərabərdir? Bu cəm kök altında 4 üstə gəl kökdə 12. O da bölünsün nəyə? Kök altında 4 çıxılsın kökdə 12. O da bərabərdir. Bərabərdir. Bax üstə gəlin yerinə bunu yazıram. Kökdə 3 üstə gəl 1. Çıxmanın da yerinə yazıram kökdə 3 çıx 1. Bax belə yazdım. Bunun qoşmasına vuraq. Qoşması da üstə gəlidir də, düzdürmü? Deməli, qoşmasına vuranda kökdə 3 üstə gəl 1'in kvadratı olur. Qoşması üstə gəlidir. Üstə gəlinə vuranda kökdə 3 çıxılsın 1'i kökdə 3 üstə gəl 1'e vururam. Bax qoşma budur. Kökdə 3 üstə gəl 1'e vurur. Bu verəcək kökdə 3'ün kvadratı 3 çıxılsın 1 2 eləyəcək. Və belə bir bərabərlik gelir. Buradan da bərabərdir. Surəti açıq düstur kimi. 3 üstə gəl 2 kökdə 3. Birinci ilə ikincinin vurmalısın. İkincisi bir də üstə gəl 1. Bölünsün 2. Bərabərdir. 1 ilə 3'ü toplayıram. 4 üstə gəl 2 kökdə 3. O da bölünsün 2. Surətdən isə uşaqlar 2'ni çıxardıram. 2 üstə gəl kökdə 3 böl 2. 2'lər gedir. Burada qalır 2 üstə gəl kökdə 3. Bax bu ifadə, bax bu ifadə. Bax bu ifadə bax buna bərabər olur uşaqlar. Deməli yazıram. X çıx 0,9 üstə gəl kökdə 3. O da bərabərdir 2 üstə gəl kökdə 3'e. X nəyə bərabərdir? 2 üstə gəl kökdə 3. Üstə gəl. 0,9. Bunu da o tərəfə keçirdirəm. Çıxılsın kökdə 3. Elə mi? Bax bunlar getdi. Qaldı nə? X nəyə bərabər oldu? 2,9. Bax cavab budur. 2,9. Tənliyin həlli budur. Burada bizdən deyir ki, tənliyin kökü hansı iki tam ədəd arasında yerləşir?
2,9 2 ilə 3 arasında yerləşir də, düzdürmü? 3. C variantı 2 ilə 2 və 3 arasında yerləşir. Düzdürmü? 2-dən böyükdür, 3-dən kiçikdir. Bax, bu qayda ilə uşaqlar. Bunlara da baxın, çevirmələr apardım. Diqqətli olun biraz onlarda. Oldu. 10-cu da belə. İndi baxaq 11-ciyə. 11-cidə nədir? A və B parametr yenə tənliyin kökü yoxdur deyir. Baxın görək. Yazın misalı 11 nömrəli çalışma. A x çıxılsın 5-də 4 x bərabərdir. B çıxılsın 3. Tənliyin kökü yoxdur. A və B parametrinin hansı qiymətində tənliyin kökü yoxdur? Burada gəl x-i çıxardıram. A çıx 5-də 4. Bərabərdir. B çıxılsın 3. Həlli kökü yoxdur. Gəl bunu 0 eləyək. A çıxılsın 5-də 4 bərabərdir 0. A da bərabərdir 5-də 4. Burada uşaqlar cavablarda 0,8 ilə yazıb. Yazım 0,8. Burada 0,8 olanda bu 0 olur. Şimdi bu nə vaxt 0-dan fərqli olur? B çıxılsın 3 0-dan fərqli olur. B 3-dən fərqli olanda. Əgər bu B 3-dən fərqli olsa, bu A 0 olsa, bu 0 olacaq, bu 0-dan fərqli. Bərabərlik pozulur ki. Deməli, bu halda tənliyin həlli olmayacaq. Belə çıxır ki, A bərabərdir 0,8, bir də və B də fərqlidir nədən? 3-dən. Bax, bu halda bu tənliyin həlli yoxdur. Y variantında var. Y variantında var. Bax, cavab budur. Uşaqlar, bu mövzuda xətti tənliklərdə suallar azdır. Haradasa bir 18 dənə sual var. Çalışma var. Amma biraz məntiqli diqqətlə yanaşmaq lazımdır bunlara. Aydındır mı? Yəni, məsuliyyətsiz yanaşsa səhvlərə yol verə bilərik. 12 nömrəli çalışmada ortaq kökü var. 12-də. Deməli, necədir? A parametrin hansı qiymətində? Tənliyi yazın. AX çıxılsın A kvadrat. O da bərabərdir. Deməli, nəyə bərabərdir? 19 üstə gəl 3x-ə. İndi baxın, tənlik A parametri hansı qiymətində? Tənliklərin ortaq həlli var. Gəl x-ləri keçirək bir tərəfə, çıxılsın 3x. Çünki məchul x-də axı, x-in ifadəsinə baxaq, sonra bilək də nə var, nə yox da. Çıxılsın, deməli, neçə eləyir? A kvadrat. Bu qayda ilə bunu verir bizə. Ortaq kökü var. Buradan da x-i gəl çıxardaq. Deməli, AX bir tənliyimiz budur. AX çıx. Birin yazmadım bir dəqiqə. O burada AX çıxılsın A'nın kvadratı. O da bərabərdir. 19 üstə gəl 3x. Bu iki tənlikdən gedir söhbət. Deməli, AX çıxılsın A kvadrat bərabərdir. 19 üstə gəl 3x. Bir də ki, AX, yəni bunları eyni yazdım getdi. 2 dənə tənliyi də bir dəqiqə deyən uşaqlar. Bir dəqiqə başlayın. 2 dənə tənlik verib ortağını istəyir bizdən. Bax yazıram. AX çıxılsın A kvadrat bərabərdir 19 üstə gəl 3x və bir də verib burada. AX çıxılsın 1 bərabərdir 9A üstə gəl 3x. Bu tənliklərin ortaq kökündən gedir söhbət. Burada AX yazıram belə. Çıxılsın 3x bərabərdir A kvadrat üstə gəl 19. Buradan x-i çıxardıram mötərizə xaricinə. A çıx 3 bərabərdir. Deməli, A kvadrat üstə gəl 19. Kök olacaq A-nın kvadratı. Üstə gəl 19 bölünsün A çıxılsın 3. Burada isə belə olacaq. AX çıxılsın 3x bərabərdir 9A üstə gəl 1. Buradan da x-i çıxardanda A çıx 3 bərabərdir 9A üstə gəl 1. Buradan da x nəyə bərabərdir? 9A üstə gəl 1 bölünsün A çıxılsın 3. Bax, bunları indi ortaq həllini tapmaq üçün bunları bərabər eləmək lazımdır. Bax, bunu ilə bunu bərabər eləmək lazımdır. Gəl bərabər eləyək onlar.
Deməli a-nın kvadratı üstə gəl 19 bölünsün a çıxılsın 3. O da bərabərdir 9a üstə gəl 1 bölünsün a çıxılsın 3. Burada rasyonal tənliyidir uşaqlar. Burada deməli a çıxılsın 3 bəri başdan yazıram sıfırdan fərqli olmalıdır. Kök taparıq birdən. Bu kök götürülməyəcək. Bu fərqlidir. Aydın oldu. Bunu nəzərimizdə saxlayıq. Məxrəclər bərabərdir. Surətləri bərabər eləyik də. A kvadrat üstə gəl 19 bərabər 9a üstə gəl 1. Bu da eləyir a kvadrat çıx 9a. Biri də keçirdirəm o tərəfə üstə gəl 18. Bərabərdir 0-a. Bunu köklərinə baxaq görək bu tənliyin kökləri. 3 ilə 6-dan gedir söhbət məncə burada. 3-ü 6-ya vuranda 18 eləyir. 3 ilə 6-nın cəmi 9 eləyir. Bax, mənfi 9-un əksi. Düz tapmışam. Köklər bunlardır. İndi bax, burada mən fərqli yazmışam. Əgər bunu görməsəydim uşaqlar, deməli, burada problem yaranacaqdı məncə. Deməli, bu ola bilməz. Cavab olacaq nə? 6. 6 olanda A bərabərdir. 6 olanda deməli, bu iki tənliyin ortaq həlli var. Çünki 6 olanda burada bərabərlik yaradıb həll eləmişim onu. Ona görə ortaq həlli olacaq. 12 nömrəli çalışmaydı bu. 13 nömrəli çalışmaya baxaq. 13 nömrəli çalışmada nedir? Tənliyinin sonsuz sayda həlli olarsa A və B parametrlərinin cəmini tapın. Burada 6 C variantı var orada uşaqlar. Baxın tənliyi yazım görək. A çıxılsın 2 x bərabərdir AB çıxılsın 3. Tənliyinin sonsuz sayda həlli olarsa A və B parametrlərin cəmini tapın. Deməli A üstə gəl B-ni tapacaq uşaqlar. Amma bu tənliyin sonsuz sayda həlli var. Sonsuz sayda olma halını da bilirik də izahat vermişik əvvəlcədən. X-i vurub açaq. Yoxsa yəni, ehtiyac yoxdur ki, hazır verib. Tənliyi də bizə hazır verib. Deməli, burada sonsuz sayda həlli olması üçün A çıxılsın 2 0 olmalıdır. Bu isə sıfırdan sıfıra bərabər olmalıdır. A, B çıxılsın 3, hər ikisi 0 olmalıdır. Bu da 0 olsun, bu da 0. Hə, x nə olur olsun, sıfıra vururam 0 edir. Sıfıra vururam, sonsuz sayda həlli şərtidir bu. İndi buradan A 2'dir. Düzdürmü? A 2'dirsə, B nəyə bərabərdir burada? B də bərabərdir 3 bölünsün A'ya. Düzdürmü uşaqlar? Bu da bərabərdir 3 bölü 2. O da eləyir 1/5. B də bərabərdir 1/5'ə. Şimdi B 1/5, A da 2. Bizdən cəmini istəyir də. A üstə gəl B nəyə bərabərdir? 2 üstə gəl 1/5. Bu da eləyir 3/5. Cevap oldu 3/5. Burada uşaqlar açıq suallar. Baxarsınız özünüz cavablarına. 3/5 elədi. 13 nömrəli çalışım. 14'də nədir? 14'ü yazmıram. Eynidir. 15'e baxaq. 15 nömrəli çalışmaya baxaq görün. Ne deyir orada? Tənliyinin sonsuz sayda kökü olarsa tənliyi yazaq. M'in kvadratı x üstə gəl 5. O da bərabər 2mn. O da çıxılsın. N'in kvadratı x üstə gəl 5x. Bax bu tənlikdir. M'in kvadratı x üstə gəl 5 bərabər 2mn çıxılsın. N'in kvadratı x üstə gəl 5x. Bəli. Deyir tənliyinin sonsuz sayda kökü olarsa 5n bölünsün m üstə gəl n. Baxaq bunun x'ləri keçirdək bir tərəfə. M'in kvadratı x 5x'i keçirdirəm bu tərəfə. Bu da var. Çıxılsın n'in kvadratı x'i də keçirdirəm bu tərəfə. Üstə gəl olacaq. Düzdürmü? 5x bərabər olacaq. 2mn 2mn. Bir də üstə gəl 5. Çıxılsın 5. Sağa keçirdən də çıxmalı. Buradan x'i çıxardıram mötərizə xaricində. Qalır m'in kvadratı. Üstə gəl. N'in kvadratı. Bir də çıxılsın 5. Belə bir vuruq elədi. Burada elədi 2mn çıxılsın 5. İndi burada deyir ki deməli sonsuz sayda həlli olarsa. Sonsuz sayda həlli. Belə çıxır ki m'in kvadratı üstə gəl n'in kvadratı çıx 5 0'dır.
ve həmçinin 2mn o da çıxılsın 5, o da 0'dır. Aydınmı? Buradan belə çıxır ki, bunlar 0. Hər ikisi 0'dır. Bu da 0'dır, bu da 0'dır. Bayaqki kimi. Deməli 0'ı vuracaq x-ə, 0 eləyəcək, 0 0'a bərabərdir. Sonsuz sayda həlli şərtidir. İndi burada uşaqlar, gəlin belə eləyək. Birincidən ikincini çıxıram. M-in kvadratı üstə gəl n-in kvadratı. Çıxılsın 5. O da çıxılsın. O da çıxılsın. Bundan bunu çıxıram. Çıxılsın deməli. Yaxud da bu 5'i istəyirsiniz belə yazım da, belə sizin üçün yaxşı olar. Mən yazacaqdım onu. N'in kvadratı bərabərdir nəyə? 5'ə. Bir də 2mn də bərabərdir 5'ə. Başa düşürsünüz? Bu daha sizin üçün yaxşı olar. Heç 5'dən istifadə eləməyin də. Aydın oldu mu? Tərəf-tərəfə çıxanda nə verirsən? M'in kvadratı üstə gəl n'in kvadratı. Çıxılsın 2mn. O da bərabər 0'a. 5'lər gedir. Aydın oldu. Onun üçün təzədən onu yazdım sizin üçün. Bu da n'in kvadratı bərabər 0. Deməli m çıxılsın n nəyə bərabər 0'a. Buradan isə alırıq m nəyə bərabərdir n-ə. Bu şərt kifayət edir də bizə bu ifadə üçün. Elətsə gəl 5n bölünsün m üstə gəl n-i yazır. Bərabərdir. M n-ə bərabərdir, göl yazıram yerinə. 5n m yerinə n yazıram. N üstə gəl n. O da bərabərdir. 5n bölünsün 2n. N'ler buradan gelir, verir bize 2 tam 10'da 5, 2 tam 2'de 1. Böyle bir cevap verir. Şimdi bakarsınız da bu, yani bu 2 tam 2'de 1 demeydi de, bir de bu cevap budur. Bu qaydayla yazarsınız. 15 nömrəli çalışmaydı bu. 16 da eyni çalışmadır. Gəlin 17 nömrəli çalışmada uyğunluqlardır. Uyğunluqlar eynidir. Eynidirsə uşaqlar. Gəl onlardan deməli birini yazaq. Yazıram 17 nömrəli çalışmanı. 17 nömrəli çalışma. Birinci yazaq. Burada deməli m x üstə gəl 16 çıxılsın 2x çıxılsın 4m. O bərabərdir 0'a. İkincisini yazıram belə. M kvadrat x çıxılsın 4m üstə gəl 2x üstə gəl 16. O da bərabərdir 0'a. Bir də üçüncünü də yazaq. Mx üstə gəl 16 çıx 4x çıx 4m o da bərabər 0'a. Ne der burada? Yalnız bir kökü var, nəvim kökü yoxdur, sonsuzdur və ilə axır. Gəl belə yazaq. Bunlara aid çalışmalar yazdıq əvvəl. İndi gəlin buradan. Baxaq, x'i keçirdik o tərəfə. Deməli, mx buradan x'i çıxardaq daha doğrusu. X'i çıxardanda x'i mötərizə xaricə. M çıxılsın 2 olur da, düzdürmü? O da bərabərdir. 4m çıxılsın 16. Birinci tənlik budur. Aydınmı? Sonra ikinci tənliyə baxaq. Buradan x'i çıxardanda mötərizə xaricinə nə qalır? M'in kvadratı üstə gəl 2. O da bərabərdir. 4m bu da çıxılsın 16. Hər ikisində eynidir. Sonra baxaq. Ben bunu başa düşdüm, bunu ne üçün deyir? İndi baxaq, yazarıq da tələsmək. X m çıxılsın 4. O da bərabərdir. 4m çıxılsın 16. Belə bir bərabərliklər aldığımız burada. İndi gəlin, baxaq bir-bir bunlara görə. M'in istənilən qiymətində yalnız bir kökü var. A variantında. Deməli, M'in istənilən qiymətində yalnız bir kökü var. Bax, burada uşaqlar, bu 0 olmayır. 0 olmayırsa, deməli, burada yalnız bir kökdən gedir söhbət. Aydın oldu. M'in kvadratı üstə gəl 2. Ona görə də ikinciyə A gedəcək. Yazıram A. Yazanda ona göre dedim ben burada. Şimdi sonra ne var orada?
Sonra B variantına baxaq görək. B variantı nədir? M bərabər 2 olduqda kökü yoxdur. M bərabər 2 olduqda bir də maraqlı hissə budur. 2 olanda bu 0 olur, düzdürmü? X vur 0, 0 eləyir də. 2-ni buraya yaz görək. 8, 8-də 16, -8. Hani bərabərlik pozuldu mu? Deməli, B variantı gedir. Hansına gedir? 1'ə. Bax, B variantı da 1'ə getdi. Sonra nə gəlir orada? Baxın, C variantı. 4 olduqda kök yoxdur. Baxaq. 4 olduqda bunun sonsuz sayda kökü var. Bu heç. 4 olduqda kökü yoxdur. Deməli, 4 olduqda kökü yoxdur. 4 olan, baxın uşaqlar, özüm hesablayıram da 16, 18, bu da 0, elədirmi? 4 C variantını deyirəm də. Aha. Sonra burada M çıxılsın 2'də də. Aha. Deməli, x-i yerinə 4 olanda hesablayırsan da bunları. Aydın oldu. 4 yaz burada. Burada 4 m'in kvadratı üstə gəl 2'də burada 4 m çıxdı. 16'dır. Ona görə də bu getmir heç birinə. D variantına baxalım. 4 olduqda sonsuz sayda kökü var. Nə bax, fikir verin uşaqlar. Bax, buradan 4'ü çıxardanda m çıxılsın 4 olur da, düzdürmü? Bax, görürsən? Bu 0 olanda bu da 0 olur. Deməli, sonsuz sayda həlli var. Bəli. Aydındır? Ola bilər, sonsuz sayda həlli var. Doğru. Sonra, deməli, bu gedir D variantı 3'ə. 3'ə. 4 olan sonsuz sayda olur. Üçüncü yox da D variantı yazım da burada. Bax, bu D variantı. Aydın oldu mu? Bax, belə bir. Sonra C variantına da baxaq. E variantına da baxaq. Yekunlaşdırır. 2 olduqda sonsuz sayda kökü var. 2 olanda bu 0 olur uşaqlar. Bu -8. Sonsuz sayda dökülür. 2 olanda bu neçə olur? Sonsuz sayda dökülür. Aydın mı? 4, 6 hesablamıram da bunları sonsuz sayda olmur. O da heç birinə getmir uşaqlar. E variantı. Deməli, 17 nömrəli çalışmada 1'ə gedir B variantı, 2'yə A, 3'ə də D variantı gedir. Uşaqlar, 18 nömrəli çalışma da eyni qayda ilə bu formadadır. Ona görə də qoy qalsın sizin üçün, çalışarsınız, onları da həll eləyərsiniz. Diqqətinizə görə çox sağ olun.